Aleyküm dostlar, necəsiz, keyfiniz, əhvalınız? Bugün yeni göyərçin gətirdim. Daha doğrusu dünən. Bu da ağ dişidir, bu da qaragöz erkək. Böyle bir dənə quşdur. Qoy yaxından çəkim sizə. Bax. Qoy buranı örtüm dostlar. Birdən qaçarlar. Bax dostlar. Tam şəbəkə quyruqdur da. Bir iki dənə ağı var. Onlar da bu rəng olsa şəbəkə quyruq idi. Boynu da belədir. Zər boyundək. 12 quyruqdur. Bu da nə qəşəng quşdur. Azı dostlar. Erkək oxşuyur dostlar. Məsəl üçün dostlar quşlarda bax. Erkək dişinin başının üstü düz olur. Bakın dostlar. Ancaq bu da erkəkdir. Bunda isə düz deyil. Bu da erkəkdir. Bunda da düz deyil, erkəkdir. Bu da o bir cüt quşmun. Dəqiqə dostlar. Bunun da balası çıxdı. 3 günlük düzü. Dəqiqə tükü var dostlar. Günlükdür. Rəngi dağıdır dostlar deyəsən. Belə. Bunun balasıdır bax bu qaragöz. Dişləyir adam dostlar. Bir dəqiqə ver. Bir dəqiqə dostlar. Hayda. Qəşəng quşdu dostlar. Bunların da qanatlıydı. Dedim birdən surdaram qaçsa. Sinif yoldaşım Səyid verdi. Quşbazdı o da. Çoxlu salamlarımı göndərdim ona. Çox sağ olsun, qəşəng quşdu yəni. Dəqiqə dostlar, bunu dostlar, bu daha şu kartonları burada düzəcəm. Bura belə bağlı olacaq. Burasında da sarısı var dostlar. Boyun, zər boyundur. Bakın dostlar, başının üstü düzdür. Düz değil daha doğrusu. Tam şəbəkə deyil, şəbəkədən çıxmadı deyək də. Ayağı da belə dolaqdır, üzük taxacam. Bunu da Səyid vermişdi dostlar. İkisinə pay verib, sağ olsun. Dostlar, bu ayağı tükülüdür. Bununla bu bir cütdür. Bu baladan əvvəl çıxartdıqları bala budur. İndi də ki bu baladır. Dostlar, indi sizcə buna mı tuta vurum? Bu ikisini, yoxsa bunu mu tuta vurum? Fikirlərinizi yazarsınız dostlar. Qəşəng bir dənə quşdur, baxın belə. Göstərin, zərboyun deyək. Qəşəng quşdur. Bombadır yan bir sözlə. Neyse dostlar. O bir quşumuz. Bunun üçün küləkdə sürtüm dostlar. Bax, bicək belə olmuşdu dostlar. Bu ikisi ana baladır. Bir-birinə kopya ikisidir. Duruş deyə duruş. Maşallah. Da ağ dişi. Neyse dostlar. Videomuz bu kadar. Sağ olun, salamat qalın. Gələn bölümlərdə görüşənədək kanalıma abunə olub, videolarıma like atmağı unutmayın.